Hər vaxtınız xeyir. Bugün məlumatlardan bəhs edəcəm. Hansı ki, Konstitusiyamızın 47-ci və 51-ci maddələrdə öz əksini tapan 5 azadlığımızdan söhbət gedir. Azadlığın hüquqda fərqi əsasən ondan ibarət ki, azadlıq bir seçimdir. Yəni bunu edə də bilərsiniz, etməyə də bilərsiniz. Yəni fikrinizi sərbəst, sözünüzü sərbəst şəkildə ifadə etmək bu bir azadlıqdır. Vicdan bir azadlıqdır. Sərbəst toplaşmaq bir azadlıqdır. Məlumat bir azadlıqdır və yaradıcılıq da bir azadlıqdır. Yəni məntiq olaraq belə deyək, əsasən müsahibə sualıdır. Hüquqdan azadlığın fərqi, azadlıq bir seçimdir. Bunu bu formada yadınızda saxlayın. Belə. Gələk indi hansı ki fikir və söz azadlığı ilə başlayan 5 azadlığımızdan ilkinin izahını. Hər kəsə fikir və söz azadlığı, ümumiyyətlə azadlıqlar hər kəsə şamil olur və hər kəsin fikir və söz azadlığı var idi və əgər desək ki, kimlər fikrini, əqidəsini açıqlamağa və yaxud da ki, fikrindən, əqidəsindən dönməyə məcbur edilə bilər? Heç kəs. Və irqinə görə, milliyyətinə görə, dininə görə, sosial və şeylə görə və yaxud da ki, başqa bir hansısa bir meyara əsaslanan bir ədavətin, düşmənçiliyin aparılması və yaxud da ki, düşmənçiliyin oyadığı təşviqata, təbliğata yol verilirmi? Xeyr, yol verilmirdi. Və keçək vicdan azadlığına. Vicdan azadlığı da dediyimiz kimi 5 maddədə də hər birində hər kəsə şamil olunurdu bu azadlıqda daxil olmaqla. Məsələn, hər hansısa bir dinə münasibətini müstəqil müəyyənləşdirə bilər hər kəs və ya tək başına ya da başqaları ilə birlikdə hər hansısa bir dinə etiqad edə bilər və yaxud da birbaşa olaraq da heç bir dinə etiqad etməyə bilər. Ümumiyyətlə, dinə münasibəti ilə bağlı əqidəsini ifadə edə bilər, yaya bilər. Bu, hər hansısa bir məhdudiyyət qoyula biləcək bir əsas deyil. Çünki bizim din və dövlət maddəsində din dövlətdən ayrı idi və təhsil sistemi dünyanın xarakterini daşıyırdı. Məsələn, burada kiçik bir haşiyəyə çıxıb təhsil hüququ, din və dövlət və vicdan azadlığını çox vaxt qarışdırırlar. Bu maddələri oxuyarkən paralel şəkildə oxuyun. Yəni, məsələn, vicdan azadlığı oxuyursunuzsa, qayıtın din və dövlətə. Din və dövlətə oxuyursunuzsa, təhsil hüququ maddəsini oxuyun. Ancaq onda təhlil edərək yaxşı yadınızda qalacaq maddələr. Məsələn, mən konspektlərində bunları izah edərkən uyğun, bir-birinə oxşar maddələri xüsusilə ayırıb qeyd eləmişəm ki, yəni qarışdırmayasınız, xüsusi olaraq diqqət yetirəsiniz. Hansı ki, tələbə bəzən oxuyur, diqqət yetirmir. Mən o həmin hissələri ayrı qeyd etmişəm. Əgər həmin konspekt sizə lazımdırsa, belə deyək də, öyrənməkdə çətinlik çəkirsinizsə, mənə yazarsınız. Mən həmin konspekti də sizə göndərərəm. Davam edək vicdan azadlığı ilə. Məsələn, hər hansı bir dini mərasimləri yerinə yetirə bilərik biz. Ancaq bununla bağlı bir məhdudiyyət var. Hansı ki, əgər ictimai qaydanı pozmursa və ictimai əxlaqa zidd deyilsə, bu halda dini mərasimlərin yerinə yetirilməsi sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırırmı? Xeyr. Məsələn, ki, bizdə İslam dinində, yəni müsəlman olaraq biz şəriət qaydaları var, hansı ki, ancaq bu insan hüquqları pozulması üçün əsas idi. Ona görə də biz demokratik bir respublika olduğumuza görə, bizdə din dövlətdən ayrı olduğuna görə dini etiqad və əqidə də eyni zamanda hüquq pozuntusuna bəraət qazandırmırdı. Yəni, şəriət qaydalarına əsasən cəza nəzərdə tutulan tədbirlər bizdə insan hüquqları pozuntusu üçün əsas idi deyə o baxımdan bizdə qadağan hesab olunurdu. Yaxşı, kimsə dini etiqadını, əqidəsini ifadə etməyə məcbur edilə bilər və yaxud da ki, dini mərasimləri yerinə yetirməyə məcbur edilə bilərmi? Orada iştirak etməyə məcbur edilə bilərmi? Xeyr. Heç kəs üçün bununla bağlı bir məcburiyyət nəzərdə tutulmur. Sərbəst toplaşmaq azadlığı. Yadınızda saxlayın ki, uşaqlar, sərbəst toplaşmaq
başqalarıyla birlikdə. Yəni, təbii ki, biz tək başına olaraq toplaşa bilmərik. Düzdür, məntiq olaraq da biz bunu bilirik, ancaq başqalarıyla birlikdə, tək başına və ya başqalarıyla birlikdə cümlə olaraq arxayınlıq, əminlik yaratmasın. Çalışın ki, diqqətli olasınız ki, texniki də olsa xətaya yol verməyəsiniz suallarda. Belə, başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə ictimai qaydanı və ictimai əxlaq pozmamaq şərti ilə dinc silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var idi. Təbii ki, biz, məsələn, yığıncaqlardır, mitinqlərdir, nümayişlərdir, küçə yürüşlərdir keçirə bilərik, piketlər düzəldə bilərik. Ancaq bu bir hüquqdur, təbii ki. Lakin, əgər ictimai qaydanı pozmursa və ictimai əxlaqa zidd deyilsə, bu zaman biz piket də təşkil edə bilərik, yığıncaqlar da təşkil edə bilərik. Ancaq əsas şərt də ondan ibarət idi ki, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməliyik. Məlumat azadlığı. Bizim məlumat azadlığımız təmin olunur. Yəni, hər kəsə şamil olunur ki, istədiyi məlumatı axtara bilərsən, əldə edə bilərsən, ötürə bilərsən, hazırlaya bilərsən, yaya bilərsən. Bu bir azadlıqdır. Ancaq bunu əldə etmək yolu qanuni şəkildə olmalıdır. Biz şəxsi toxunulmazlıq hüququnda da bu maddəni ətraflı olaraq izah edirik və məlumat azadlığı, şəxsi toxunulmazlıq, məlumat azadlığı haqqında qanun, bunları oxuyarkən paralel oxuyun ki, çünki məsələn, sual verə bilər ki, məlumat azadlığı haqqında qanuna əsasən doğrudur. Məlumat azadlığı sadədir, yəni 3 müddəadan ibarətdir. Konstitusiyaya əsasən doğru olanlar başqadır, yəni konstitusiyaya istinad tamam başqa olur. Məlumat azadlığı haqqında qanuna istinad isə daha geniş və bəzən də ziddiyyət təşkil edə biləcək nüanslar var. Ona görə də nəyisə oxuduqda, hansısa bir maddə oxuduqda və məlumat azadlığı haqqında qanun da sırf azadlıqlarda bizim proqramımızda olan yeganə qanun idi ki, belə qanun şəklində əlavə olaraq qeyd olunub. Belə. Kütləvi informasiyanın azadlığına təminat verilirdi, bəli, kimlərdə, o cümlədə mətbuatda dövlət senzurası qadağan idi. Kütləvi informasiya vasitələrində dərc edilən onun hüquqlarını pozan və ya mənafələri xələl gətirən məlumatları təqsim etmək və ona cavab vermək hüququnu təminat verilir. Baxın, bu üçüncü müddəa məlumat azadlığı haqqında qanunda, şəxsi toxunulmazlıq hüququnda istisnalar var. Ona görə də çalışın ki, həmin maddələrlə paralel şəkildə oxuyasınız. Və gələk yaradıcılıq azadlığına. Hər kəsə yaradıcılıq azadlığı şamil olunur və hansı ki, dövlətin bir öhdəliyi var ki, dövlət bu məsələ ilə bağlı bir təminat verirdi. Ədəbi bədii, elmi texniki və ya başqa yaradıcılıq növləri azad həyata keçirilməsinin təminatı sırf dövlət özü verirdi. Vəssalam, 5 dənə azadlığımız var idi. Hər birini də izah etdik. Dediyim kimi, qeyd elədiyim kimi, hansı maddələrə diqqət yetirməlisiniz bu maddələri oxuyarkən, onlara da bir göz atın, paralel şəkildə oxuyun ki, yaddaşınıza daha gözəl şəkildə həkk olunsun. Hələlik isə bu qədər.